Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 22 fevral 2026 tarixində Güvənin 11-ci siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanında düşən riyaziyyat suallarının izahını paylaşacağam. 61-ci sualda deyir ki, bir nöqtədən çəkilən 3 şüa, deməli bir dənə nöqtə götürək. Bu nöqtədən 3 dənə şüa keçirdirəm. Biri belə, biri bu tərəfə, biri də aşağı istiqamətə. Və bu şüaların ikisi perpendikulyardır. Bunlar qarşılıqlı perpendikulyardırlar. Üçüncü şüanın perpendikulyar olan şüalar ilə əmələ gətirdiyi kör bucaqların fərqi 40 dərəcə olarsa deyir. Yəni bu bucaqla bu bucağın fərqi 40 dərəcə. Birinə x desəm, 1x çıx 40 dərəcə və yaxud da x üstə gəl 40 fərqi yoxdur da. 40 dərəcə olarsa bu bucaqların böyüyünü tapın. Bu üçü bir yerdə tam bucağı əmələ gətirir. Tam bucaq 360 dərəcədir. Yəni biz bu üçünü toplasaq bərabər olmalıdır 360 dərəcəyə. Buradan 2x mənfi 40-ın üstünə 90 gələndə 50 edir. Bərabərdir 360 dərəcəyə. 2x bərabərdir 360-dan 50-ni çıxanda 310 dərəcə. X də bərabərdir 310-u 2-yə böləndə deməli 155 dərəcə. 155 dərəcə x-in qiyməti olur. Bu bucaqlardan böyüyünü soruşur. Böyük deyilə x-dir. Çünki o birisi x 40-dır da, daha kiçikdir. Deməli, böyük 155 dərəcə olacaq. Doğru cavab D variantı. Növbəti, x-in hansı qiymətində bu ifadəsinin qiyməti 64-ə bərabər olar? Gəlin bərabərləşdirək. İfadəmiz belədir. 2 vurulsun 4 üstü x bərabərdir 64-ə. Bu vurulsun, 2 vurulsun, 4-ü 2 üstü 2x kimi yazsaq, bərabərdir 64 və əsaslar eyni olanda qüvvətlər toplanır. 2 üstündə 2x plus 1 bərabər kimi, yəni bunun qüvvəti 1-dir, axı toplayanda 2-nin üstündən 1 gəlirlər. 64 da 2 üstü 6 deməkdir və əsaslar eynidirsə, deməli üstlər də bərabər olmalıdır. 2x plus 1 6-ya bərabərdirsə, buradan 2x bərabərdir 6-dan 1 çıxanda 5-ə, x də bərabərdir 5-i 2-yə bölürsən 2,5-ə. Doğru cavab B variantı. Verilən qrafik aşağıdakı funksiyalardan hansının qrafiki ola bilər? Deməli, bu qrafik elin, yəni loqaritmanın qrafikidir və burada bizə artan loqaritma verilibdir. Artan olduğuna görə, deməli, bu qrafik elin artan funksiyadır. Artan funksiyada deməli, əsas 1-dən böyük olmalıdır. Burada da 1-dən böyükdür. Eln verib də bütün variantlarda. Aydın məsələdir ki, elnin aşağısı 10 olduğuna görə əsası 1-dən böyükdür və artan olacaq. Və içərisinə baxsaq, 2 nöqtəsindən keçib. Bu nə deməkdir? Yəni, y-i 0 olanda x-i 2 olmalıdır. Y-i 0 olanda x-i 2 olmalıdır. Bəs bu funksiyanın nə vaxt qiyməti 0-a bərabər olur? Yəni, funksiyanın nə vaxt qiyməti 0 olur? Loqaritmanın əgər, yəni eln olsun, loqaritm olsun, bu hissədə 1 olarsa, bu 0-a bərabər olur. Onda biz də x-in 2 qiymətində elə eləməliyik ki, bunun daxili 1-ə bərabər olsun. Deməli, mən buraya x çıx 1 yazmalıyam ki, x-in yerinə 2 qoyanda 2 çıx 1, 1 eləsin və eln 1 də 0-a bərabər olsun. Deməli, eln x çıx 1-in qrafikidir. Doğru cavab D variantı. Növbəti suala baxaq. Ədəd silsiləsinin 100-ə bərabər olan həddin nömrəsini bizdən istəyir. 100-ə bərabər olan hədd, yəni ayın. Ayın bərabərdir 100-ə. Buradan ayının düsturunu yazsaq, A1 plus n çıx 1 vurulsun D bərabərdir 100-ə. A1-in qiyməti 4-dür, yerinə yazıram. N-in qiyməti bilmirəm, yəni həddin nömrəsini elə n axtarırıq. D isə, yəni silsilə fərqi 7-dən 4 çıxanda 3-dür. Bərabərdir 100-ə. Buradan n çıx 1 vurulsun 3 bərabərdir 100-dən 4 çıxanda 96-ya. N çıx 1 bərabərdir 96-nı bölürük 3-ə 32-yə. N də bərabərdir 32-nin üstünə 1 gəlirəm, olur 33. Doğru cavab A variantı. Baxaq növbəti suala. Deməli, bu çoxhədlilərinin cəmi bu iki hədlisi olarsa A və B parametrlərinin hasilini tapın. Yəni, buna yaxşı baxım, rəqəmlər görsənsin.
Deməli, indi burada bu çox ədədlərin cəmi x kvadratı plus 4 2 ədədlisi olarsa, A və B parametrlərinin hasilini tapın. Gəlin bunların cəmini yazaq. Deməli, ax kubu plus x kvadratı üstəgəl b üstəgəl 3 x üstəgəl 1. Üstəgəl, indi bu çox ədədini yazıram, çünki bunların cəmindən danışır. 2x kubu üstəgəl 2x üstəgəl 3 bərabərdir nəyə? X kvadratı plus 4-ə. Bərabərdir x kvadratı plus 4. Bu deməkdir ki, cəmə fikir verin. Burada x kubu yoxdur. X-lar yoxdur. Ancaq deməli x kvadrat var, bir də 4 var. Deməli bu x kubudur, x kvadratıdır. Bunlar yoxa x kubudur, x-dır. Bunlar yoxa çıxmalıdırlar. Yəni x kubuna baxaq. Ax kubu plus 2x kubu veribdir. Nə vaxt bundan bunun cəmi 0 edər? Təbii ki, A mənfi 2 olarsa, mənfi 2x kubu ilə 2x kubu bizə 0 verir. Deməli, A-nın qiymətini tapdıq ki, A mənfi 2-dir. İndi B-yə baxaq. Nə vaxt bəs bu x-lar yoxa çıxar? Çünki x də yoxdur. Görürsüz, cavabda x yoxdur. Bunlar əks işarə olmalıdır. Deməli, bu B üstəgəl 3 bunun əksi, yəni mənfi 2 olmalıdır. Mənfi 2 olması üçün B-nin qiyməti olmalıdır mənfi 5. Bu eləyər mənfi 2x, bu da müsbət 2x və bunlar gedər. Və nəticə x kvadratı plus 4 qalar. Ona görə də A və B parametrlərini tapdıq. Bizdən də bunların hasilini istəyir. Cavab edəcək 10. Doğru cavab A variantı. Növbəti 66-da bu nöqtələri olan parçanın orta nöqtəsinin koordinatını tapın. Orta nöqtənin koordinatı toplayıb 2-yə bölürük. x1, x2 ilə toplayıram. 2 üstəgəl 6 bölü 2. Deməli 4. Və y-lərdə 1 toplayırıq. 8 üstəgəl mənfi 4 bölü 2. Bu da eləyəcək 2. Deməli orta nöqtənin koordinatı 4, 2 olacaq. Doğru cavab C variantı. Sonra baxaq növbəti suala. Çevrə üzərində qeyd olunmuş nöqtədən 2 perpendikulyar və bərabər vətər çəkilmişdir. Çevrə üzərində qeyd olunmuş nöqtədən çevrə çəkək. Çevrənin üzərində bir nöqtə götürək. Bu nöqtədən 2 perpendikulyar və bərabər vətər çəkilmişdir. Deməli, bu nöqtədən elə 2 dənə vətər çəkirəm ki, həm perpendikulyar olurlar, həm də bir-birinə bərabər olurlar. Buradan götürüm, onda nöqtəni bərabər olsunlar da, oxşasınlar. Deməli, bunlar həm bərabərdir, həm də perpendikulyardır. Bu vətərlərin uzunluqları cəmi 6 kökətdə 2 olarsa, bərabərdirsə, əgər uzunluqları cəmi 6 kökdə 2-dirsə və bir-birinə bərabərdirsə, deməli, hərəsinə 3 kökdə 2 düşür də. Çevrənin diametrini istəyir. Əgər uşaqlar bu perpendikulyardırsa, deməli, çevrənin mərkəzindən keçibdir bu. Bunları birləşdirən, uzun xətlərini birləşdirən düz xətt. Niyə? Çünki diametrə söykənən bucaq düz bucaq olar. Və bizdən də bu hipotenuzu, yəni bu diametri, bu düzbucaqlı üçbucağın hipotenuzunu tapmaq tələb olunur. Bərabər tərəfli düzbucaqlı üçbucağın hipotenuzu deməli A kökdə 2 ilə hesablanır. Burada da A-mız 3 kökdə 2-dir. 3 kökdə 2 vur kökdə 2 eləyəcək. Deməli 2, 6. Doğru cavab 6, D variantı. Baxaq növbəti suala. AB diametri olarsa, şəklə əsasən çevrənin radiusunu tapın. AB diametrdir. Gəlin əvvəlcə diametrimizin uzunluğunu tapaq. Bu diametrin uzunluğunu tapmaq üçün deməli, kök ətdə 9-dan 1-i çıxıb kvadrata yüksəld etməliyik və 17-dən 2-ni çıxıb kvadrata yüksəltməliyik. 9-dan 1 çıxanda 8 edir, kvadratı 64. 12-dən 2 çıxanda 17-dən 2 çıxanda 15 edir, kvadratı 225. Bu eləyir 289 və 289-dan da çıxır 17. Və radius istəyir 17-nin olacaq yarısı. Yəni 8,5. Doğru cavab D variantı. Baxaq növbəti suala. 69. Qarşılıqlı tərs A və B ədədlərinin cəmi 14-ə bərabərdir. Deməli, qarşılıqlı tərs A ilə B-nin cəmi 14-dür. Qarşılıqlı tərs ədədlər bilirik ki, hasili 1-ə bərabər olan ədədlərdir. Yəni, onda deməli, bunların hasili də 1-dir. Bizdən bu cəmi tapmaq tələb olunursa,
Gəlin bunu özümüzdən kvadrata yüksəldək. Olacaq kök hətta A-nın kvadratı A, kök hətta B-nin kvadratı B, üstəgəl onların hasilinin 2 misli. Mən A üstəgəl B-nin qiymətini bilirəm, AB hasilinin qiymətini bilirəm. Gətirib yerinə qoyuram. Olur 14 üstəgəl 2 eləyəcək 16. Axı mən özümdən kvadrata yüksəltmişdim. Məndən onun kvadratını istəmirdi də. Sadəcə kök hətta A üstəgəl kök hətta B-ni istəyirdi. Ona görə də özümdən kvadrata yüksəltdiyimə görə son nəticədən kök almalıyam. O da eləyəcək 4. Doğru cavab C variantı. Baxaq növbəti suala. İfadəsini sadələşdirin. Kosinus x sinus x hasili çıxılsın sin x kosinus x hasili. Bu sinus alfa çıx betanın ifadəsidir. Sinus alfamız 10 dərəcə, betamız da x. Yəni sinus 10 çıx x-a bərabərdir. Doğru cavab B variantı. Növbəti düzgün en bucağının bir xarici bucağının bir daxili bucağına nisbətini tapın. Düzgün en bucağının bir xarici bucağı 360 dərəcə böl n ilə hesablanır. Bir daxili bucağı isə daxili bucaqların cəmi 180 dərəcə n çıx 2 daxil. Bir daxili bucağı dediyinə görə bölürük n-ə. Bunun nisbətini bizdən istəyir. Hesablayaq. Nisbət deyəndə bu ifadənin tərsinə vurmalıyıq. Olur belə 360 bölü n vurulsun. N bölünsün 180 dərəcə n çıx 2. Buradan n-lər ixtisar gedir. 360 ilə 180 ixtisar gedir. Burada 2 qalır və olur cavab 2 bölünsün n çıx 2. Doğru cavab E variantı. 72-dən limiti hesablayın deyir. Limit n yaxınlaşır sonsuzluğa da 1 bölü n 0-a bərabərdir. Və bu ifadəni biz limit n yaxınlaşır sonsuzluğa 6 çıxılsın limit n yaxınlaşır sonsuzluğa 4 bölü n kimi yazsaq. Burada 4-ü qarşıya çıxartsaq, olacaq belə, deməli, limit n yaxınlaşır sonsuzluğa 6, elə cavab 6 eləyir. 4 də bura çıxartsaq, limit n yaxınlaşır sonsuzluğa 1 bölü n. Bu da bizə 0 verir. Yerinə 0 qoysaq, 4 vur 0 elə 0 edir və cavab olur 6 E variantı. Baxaq növbəti suala. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrə bu üçbucağın kiçik katetini 6 cm və 14 cm hissələrə bölür. Düzbucaqlı üçbucaq çəkək. Onun daxilinə çevrə çəkək. Bu kiçik katetini, bu üçbucağın kiçik katetini 6 və 14 cm hissələrə bölür. Deyək ki, bura 14 olsun, burada 6 olsun. Böyük kateti tapın. Deməli, burada biz bilirik ki, çevrəyə bir nöqtədən çəkilən toxunanlar toxunma nöqtəsinə qədər məsafələr bərabər olur. Yəni, bu 14-dürsə, bu da 14-dür. Sonra, bura 6-dırsa, burada 6-dır və həmçinin bura x-dırsa, burada x-dır. Deməli, mənim hipotenuzum 14 üstəgəl x olacaq. Bu katetim 14 üstəgəl 6, yəni 20 olacaq. Bu katetim isə 6 üstəgəl x olacaq. İndi Pifaqor teoreminə görə hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəminə. Və hesablayaq. Müxtəsərə görə açsaq 196 plus 28x plus x kvadratı. Buradan da açsaq 6-ın kvadratı 36 plus 12x plus x kvadratı üstəgəl 20-nin də kvadratı eləyir 400. X kvadratından x kvadratını çıxanda, yəni bir tərəfə keçirdəndə 0 eləyir. 28, bu 12 ilə keçir 10 yanına çıxılır, eləyir 16x. Burada 36-nın üstünə 400 gəldi, 436. Ondan da 196-nı çıxmalıyam. Eləyəcək 0, 14, 3-dən də 1 çıxanda 240. X-a bərabərdir. 240-ı bölürəm 16-ya. Bir dəfə, 16, 80-da da 5 dəfə. 15. X oldu 15. Nə istəyir? Böyük kateti. Deməli, burada 15 olsa, böyük katetimiz 6 üstəgəl 15, 21-ə bərabər olacaq. Doğru cavab A variantı. Növbəti, müstəvini kəsməyən parçanın orta nöqtəsindən müstəviyə qədər məsafə 6-dır. Gəlin bir müstəvi çəkək. Müstəvini kəsməyən parça çəkək. Orta nöqtəsindən müstəviyə qədər məsafəni çəkirəm ki, 6-dır. Bu parçanın bir ucundan müstəviyə qədər məsafə 2-dir. Digər ucundan müstəviyə qədər məsafəni bizdən soruşur. Deməli, parçanın əgər müstəvi kəsmirsə, onda bu orta nöqtə 6 bərabərdir bu kənardakı uclarından olan məsafələrin cəminin yarısına.
X də bərabərdir. 12-dən 2 çıxanda eləyir 10. Doğru cavab 10-dur. Növbəti tərsinin 16%-nə bərabər olan, deməli, tərsinin 16%-nə bərabər olan adi kəsirin sürəti 2 olarsa məxrəcini tapın. Tərsinin 16%-nə bərabər olan. Bir ədəd götürürəm. Bu ədəd, deməli, özünün tərsinin 16%-nə bərabərdir. Yazdım. Bərabər olan, tərsinin 16%-nə bərabər olan adi kəsrin sürəti 2 olarsa məxrəcini tapın. Bunun sürətini verib mənə. Sürəti 2-dir, məxrəci də olsun x. Bu, özünün tərsinin, yəni x böl 2-nin 16%-nə bərabərdir. Həll edək. Bu 8. 8 ilə 2-ni ixtisar edirəm. Burada 4. 4 ilə də 100-i ixtisar edirəm. Burada olur 25. X-ə vururam tənasüblə. X kvadrat 25-dirsə, deməli, x də 5-dir. Tapdım ki, bu kəsirin, deməli, məxrəci 5-dir. Yəni, bu 5-də 2 kəsirdir. Baxaq növbəti suala. Deməli, burada bir düzbucaqlı çəkək. Deyir ki, düzbucaqlının diaqonalı 24-dür. Bax, diaqonalını çəkirəm, 24-dür. Deyir, düzbucaqlının tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirməklə alınan dördbucaqlının perimetrini soruşur. Bax, bu tərəflə bu tərəfin orta nöqtəsini tapaq, birləşdirək. Buradakı gördüyünüz bu üçbucağın nə idi bu? Orta xəttidir. Deməli, bu 24-dürsə, bura 12-dir. Sonra, indi buranı birləşdirirəm. Eyni şeyi aşağıya da daxildir da. Bu 24-dürsə, bura 12-dir. Və indi bu tərəfdə çəksəm, düzbucağlının diaqonalları bir-birinə bərabərdir axı. Bu diaqonal, bu orta, bu da, bax, bu üçbucağın orta xətti olur. Bax, bu üçbucağın orta xətti olur. Deməli, burada 12-dir. Və burada 12-dir. Deməli, içəridə yaranan dördbucaqlının hər tərəfi 12 olduğuna görə 4 vur 12, doğru cavab 48 olacaq perimetr. Növbəti 77. Bu ifadəsinin mənası varsa, P-nin ala biləcəyi natural qiymətlərin cəmini soruşur. P çıx 2, üstə gəl. Burada görürsünüz, qüvvətdə mənfi var. Mənfi varsa, deməli, bu məxrəcə düşür. 5 çıx P-nin üstü 3də 1 olur. 3də 1-i də necə yazaq? Deməli, üslü funksiyadır da. İndi burada biz bilirik ki, kökün altı heç vaxt mənfi ola bilməz. Deməli, P çıx 2 0-dan böyük olmalıdır. P də 2-dən böyük olmalıdır. Burası aydın məsələ. Sonra və həmçinin bilirik ki, qüvvət funksiyasına, yəni üslü funksiyada əsas heç vaxt mənfi ola bilməz. Yəni 5 çıx P 0-dan böyük olmalıdır. Burada da aydındır ki, P 5-dən kiçik olmalıdır. P 5-dən kiçik 2-dən böyük. Burada hansı natural qiymətlər ala bilər? 2-ni də ala bilər də. 2 də daxildir, amma 5 daxil deyil. Məxrəcə düşür axı, 5 daxil deyil. 2-ni ala bilər, 3 ala bilər, 4 ala bilər. Deməli, 3 dənə qiymət ala bilər. Bunların cəmini istəyir, 9 edir, doğru cavab. Növbəti kompleks ədədinin qoşması ilə hasilini tapın. Deməli, bu bizim kompleks ədədimiz, bu da onun qoşması. Bunu vurub atsaq, müxtəsər vurma düsturuna görə A çıx B, A plus B-dir də. Yəni 4-ün kvadratı çıx 2-nin kvadratı olacaq. 4-ün kvadratı 16, 2-nin də kvadratı 4-i kvadratı. I kvadratı mənfi 1-dir. Yerinə mənfi 1 qoyanda 16 üstə gəl 4 olacaq cavab 20. Baxaq növbəti suala. 79-dan, deməli, tənliyini həll edin deyir. Burada gördüyünüz kimi həm burada sinüs kvadrat var, həm burada sinüs x var. Sinüs x-ə bir t desək, olacaq 4t kvadratı çıx 8t plus 3 bərabərdir 0. Buradan diskriminantla t-ni tapıram. D1 ilə eləyək, rahat olsun. 8-in yarısı 4-dür, kvadrat 16. Çıxılsın, 4 vur 3, 12 oldu 4. T1-i tapsam, b-nin yarısı 4-dür. 14-dən kök 2 çıxır. Bölünsün A-ya. A-mız nədir bizim? 4. 4-də 6 eləyir. İxtisar eləsəm 2-də 3. Bir kökünü tapdıq. İkinci kökü tapaq. 4 çıx 2 böl 4. 4-də 2. İxtisar eləsəm 2-də 1. Deməli, sinüs x bərabərdir 2-də 3-ə. Bu ola bilməz. Çünki 2-də 3 demək 1,5 deməkdir. Sinüsün qiymətlər oblasti -1 arasındadır. Bu ola bilməz. Həlli deyil. Digər kökünü yazıram. Sinüs x bərabərdir 2-də 1 və
X də bərabərdir -1 üstə k. 2-də 1 harda alır sinus? Bu dərəcələr pi bölü 6 plus pi k. Doğru cavabımız olur belə. Baxaq növbəti suala. Deyir, cəmi 45 olan x plus y ədədlərini, deməli x plus y-in cəmi 45-dir. Uyğun olaraq 60% və 30% artırdıqda cəm 40% artır. Deməli, x və y-i uyğun olaraq 60%. Yəni x-i 60% artırıblar. 60% artırmaq demək x-in 160%-ni tapmaq deməkdir. İxtisar etsəm 5-də 8x olur. Y-i isə 30% artırıblar. 30% artırmaq demək y-in 130%-ni tapmaq deməkdir. İxtisar etsəm 10-da 13y olur. Və cəmimiz, cəm nə oldu indi? 5-də 8x üstə gəl 10-da 13y oldu yeni cəmimiz. Köhnə cəmimiz isə 45 idi. Cəm 40% artdı. Yəni bizim 45-imiz 40% artdı. 40% artırmaq demək 45-in 140%-ni tapmaq deməkdir. Buradan y-i bizdən istəyir. Gəlin tapaq. Biraz ixtisar edək. Burada ortaq məxrəc 10. 10-u 5-ə böləndə 2 olur. 16x plus 13y bərabərdir. 10-da 45 vur 14. Onları ixtisar eləsəm 16x plus 13y bərabərdir. 45 vurulsun 14-də. Buradan da mən x plus y-in 45 olduğunu bilirəm axı. Ben silim. X plus y-in 45 olduğunu bilirəm. Yazıram ki, x plus y də deməli 45-dir. Bizdən y istəyir. Y istəyirsə x-i yoxa çıxardıram. X-i yoxa çıxartmaq üçün bunun hər tərəfini -16-ya vururam. Olur belə. Birinci tənliyimiz yerində qalır. 16x plus 13y bərabərdir 45 vur 14. İkinci tənliyimiz olur -16x çox 16y bərabərdir -45 vur 16. Tərəf-tərəfə toplayıram. X-lar getdi. 13y çox 16y -3y gedir. Burada da 45 vur 16 toplayanda çıx 45 vur 16. Mənfidir deyə çıx oldu. Yəni yoxsa toplayırıq yəni. -3y bərabərdir. Buradan 45-in mötərizə xaricdən çıxartsam, bu da 14-dür. 14 çıx 16. -3y bərabərdir. 45 vurulsun. 14-dən 16 çıxanda -2. 3 ilə 45 ixtisar gedir, 15 qalır. Mənfilər də gedir. 15-i 2-yə vuranda 30. Y-in deməli qiyməti 30-a bərabər olur. Belə, doğru cavab 30. Baxaq növbəti suala. Buranı silək. Növbəti, işte birinci sualda deyir ki, müəyyən temperaturlu cismin A dərəcə Selsi temperaturlu soyuducuya qoyulduqda T anında, yəni T dəqiqə sonra temperaturu T bərabərdir. A üstə gəl 27 vurulsun 3 üstündə -0,5 T funksiyası ilə modelləşmək olar. Yəni yeni temperatur artıq bu düsturla dəyişir. 20 dəqiqə sonra. Deməli, kiçik T-nin qiyməti nədir? 20. 20 dəqiqə sonra cismin temperaturu 19. Yəni böyük T 19 oldu. Soyuducuya qoyulduqda ən azı 19 olarsa, soyuducuya qoyulduqdan ən azı neçə dəqiqə sonra temperatur 13 dərəcədən kiçik olar? Gəlin əvvəlcə biz verilənlərlə bu A-nı tapaq. Görək müəyyən temperaturlu, yəni bu cismin soyuducuya qoyulmamışdan əvvəl temperaturu nə qədər idi? Böyük T-nin qiymətini yerinə qoyuram və kiçik T-nin qiymətini yerinə qoyuram. Kiçik T -20-də -0,5-i vururam 20-yə. 0 ilə bu 0 gedir. 0,5-i 2-yə vuranda -1 edir. Olur 19 üstə gəl. 19 bərabərdir. A üstə gəl 27 vurulsun. 3 üstündə -1. 3 üstə -1, 3də 1 deməkdir. 27-ni də 3-ə böləndə eləyir 9. A üstə gəl 9, 19 isə A deməli 10-dur. 19-dan 9 çıxıram 10. Deməli bu cismin öz temperaturu 10 dərəcədir. A-nın qiymətini tapdım. İndi düsturu təzədən yazaq və A-nın yerinə artıq 10 qoyuram. Çünki mən A-nın neçə olduğunu tapmışam. Deyir ki, neçə dəqiqədən sonra, ən az neçə dəqiqədən sonra temperatur 13 dərəcədən kiçik olar. Deməli böyük T, yəni bu ifadə 13-dən kiçik olmalıdır və bu bərabərsizliyi həll edirəm. Buranı silirəm. Artıq bunlar mənə lazım deyil. Burada həll edirəm. 27 vurulsun 3 üstündə. 27-ni də gəlin 3-ün kubu yazaq.
hesablaya bilək də. Mənfi 0,5t kiçikdir. 10 keçir bura. 13-dən 10-u çıxanda 3. Əsaslar eynidir. Qüvvətlər toplanır. Sadəcə burada mənfi olduğuna görə artıq çıx yazıram. Kiçikdir 3-dən. Bunun da üstü 1-dir. Və əsasım 1-dən böyükdürsə, deməli üstləri olduğu şəkildə bərabərçilik kimi yazıram. Buradan 0,5t 3-dən 1 çıxdığıma görə böyükdür 2 yazacağam. Buradan da t böyükdür. 2-ni 0,5-ə böləndə eləyəcək 200-ü 0,5-ə böləndə, daha doğrusu 2-ni 0,5-ə böləndə vergüllər gedir, 200-ü 5-ə bölmüş oluram. 200-ü 5-ə böləndə 40. Yəni 40-dan böyük qiymətlər almalıdır t. Ən azı neçə dəqiqə sonra dediyinə görə 40-dan böyük ən az 41 dəqiqə olacaq. Cavab 41 dəqiqə. Sonra keçək növbəti suala. 82-yə. Tərəfləri 25 sm olan rombun diaqonallarından biri 30 sm olarsa, tərəfi 25-dir. Diaqonallarından birini 30 verib, o birisi diaqonalı biz tapa bilərik. Çünki rombun bütün tərəfləri eynidir və rombun diaqonalları ilə tərəfləri arasındakı düstur D1-in kvadratı plus D2-in kvadratı bərabər 4A kvadratıdır. D1-in qiymətini yerinə qoyuram. 30-un kvadratı eləyir 30-un kvadratı 900 plus D2-in kvadratı bərabərdir 4 vurulsun A kvadratı. Yəni 25-in kvadratı 625. Bundan da D2-in kvadratı bərabərdir. 4-ü 625-ə vuranda 0, 2 yadda 0, 1 yadda 25, çıxıram 900-ü, eləyir 1600. Buradan da D2 bərabərdir. 1600-dən çıxır 40. Deməli D2 40-dır. Yəni digər diametrimiz 40-dır. Deyir ki, daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Yəni bu rombun daxilinə çəkilmiş çevrənin radiusunu istəyirəm bizdən. Rombun daxilinə çəkilmiş çevrənin radiusu. Bu rombun daxilinə çəkilmiş çevrənin radiusu onun hündürlüyünün yarısıdır. Çünki rombun budur, bu daxilinə çəkilmiş çevrənin diametridir. Bu da bizim rombun hündürlüyünə bərabər olur. Deməli, radius bizim hündürlüyün yarısıdır. Gəlin indi bu hündürlüyü tapaq. Bunları silək. İndi gəlin rombu çəkək yenidən. Deməli, diametrimizin, diaqonalımızın biri 30-dur, biri isə 40-dır. Bizə hündürlük lazımdır. Tərəfimizdə 25-dir. Düzdürmü? Tərəfimizdə 25-dir. Bizə hündürlük lazımdır. Bunu sahə düsturu ilə əslində tapmaq olar. Rombun sahə düsturlarından biri tərəf bu tərəfə çəkilmiş hündürlüyü hasildir. Digəri isə 2-də 1, D1, D2-dir. Bunları bərabərləşdirək. Tərəfimiz 25, bu tərəfə çəkilən hündürlük bərabərdir. 2-də 1, D1 30-dur, D2-də 40-dır. Hesablayaq. İxtisar getdi 15. 15 ilə 25, 5 ixtisar gedir 3. 40 ilə də 25 ixtisar gedir. Bu da 8. H da bərabərdir. 8-i 3-ə vuranda 24. Deməli, hündürlüyümüz nədir? 24. Onda radius da 24-ün yarısı olacaq 12. Belə. Baxaq növbəti səhifəyə. Deyir ki, 83-də düz xətlərinin kəsişmə nöqtəsindən keçən. Gəlin bu düz xətlərin kəsişmə nöqtəsini tapaq. İki düz xəttin kəsişmə nöqtəsini tapmaq üçün bunların x-ları eynidirsə, y-ləri də eynidir. Bərabərləşdirmək lazımdır. 2x keçir belə. 5x-dən 2x çıxanda 3x. 4 də keçir belə. 8-in üstə 4 gələndə 12. X də bərabərdir 4 olur. X deməli 4-dür. X 4-dür. Y-ni də tapaq. Aparaq tənliklərdən birində 4 yazaq yerinə. Deyək ki, burada 4 yazıram. 2 vur 4, 8. Üstünə 8 gələndə 16. Y-də 16-dır. Yəni, bu nöqtədən kəsişmə nöqtəsindən keçir. Bu nöqtədən keçir mənim düz xəttim. 4-16 nöqtəsindən keçir. Və Y bərabərdir 2x düz xəttinə perpendikulyar olur. Düz xəttə perpendikulyar olması üçün onun deməli, K-ların hasili -1 olmalıdır. Yəni, bucaq əmsalların hasili -1 olmalıdır. Əgər bizim bu bucaq əmsalımız 2-dirsə, digərini tapa bilərəm. K2 də bərabər olur -2-də 1-ə. Deməli, mənim tənliyim -2-də 1K üstəgəl B. Buradan da deməli, -2-də 1x K-nı tapmışam da üstəgəl B. X-in qiymətini gətirib yerinə qoyuram. X-in yerinə 4 yazıram. Y-in də qiymətini yerinə qoyuram. 16 yazıram.
Bunlar ixtisar gedir. -2 üstəgəl B 16. B də olur. 16-nın üstünə 2 gələndə 18. B-ni də tapdım, K-nı da tapdım. Düz xəttin tənliyini istəyir. -2-də 1 x üstəgəl 18 olacaq cavab. Baxaq növbəti suala. Növbəti sual deyir ki, bu nöqtədən keçən bu parabolasının təpə nöqtəsinin ordinatını tapın. Bu nöqtədən keçirsə, deməli x-ə 2 qoyanda y 23 olmalıdır. Gəlin qoyaq. 23 bərabərdir 2-nin kvadratı, 2-nin kvadratı 4, 6-nın 2-yə vuranda 12 plus q. Buradan da olur 23 bərabərdir. 4-dən 12 çıxanda -8. Q də bərabərdir 23-ün üstünə 8 gəlirəm, 31. Deməli q neçədir? 31-dir. Gətirib yerinə qoyuram. X kvadratı çıx 6x plus 31. Təpə nöqtəsinin ordinatını istəyir. Təpə nöqtəsinin ordinatı n-dir də. 4ac çıx b kvadratı bölünsün 4a. İndi yerinə qoyaq. 4 vurulsun. A-nın qiyməti 1, C-nin qiyməti 31, B-nin qiyməti 6-dır, kvadratı 36, 4. İndi hesablayaq. 4 vur 31, 124 çıxılsın 36 böl 4. 124-dən 36 çıxanda 8, 11-dən də 3 çıxanda deməli 8 böl 4 elədi 22. Deməli təpə nöqtəsinin ordinatı olacaq 22. Baxaq növbəti suala. Alfa müstəvisi üzərində yerləşən ABC üçbucağının C düzbucaq təpəsindən bu müstəviyə CD hündürlüyü qaldırılmışdır. Şəklə əsasən D nöqtəsindən AB parçasına qədər məsafəni tapın. Bax, bizdən hansı məsafəni istəyir? Bax, bu məsafəni istəyir. Bu məsafəni bizdən tapmaq tələb edir. Bunu da buranı birləşdirsəm, bu mənim deməli aşağıdakı düzbucaqlı üçbucağımın hündürlüyüdür. Düzbucaqlı üçbucağın hündürlüyü necə tapılır? A vur B bu C ilə. Əvvəlcə gəlin C-ni tapaq. C bizim hipotenuzdur. Katetlərimiz 4 kök hətta 5, 2 kök hətta 5-dir. Bunların kvadratları cəmini toplamalıyam. Kök almalıyam. 4-ün kvadratı 16, 5-ə vuranda 80, 2-nin kvadratı 4, 5-ə vuranda 20. Bu da elədi kök hətta 100 və bundan çıxır 10. Deməli, mənim hipotenuzum da 10-dur. İndi hündürlüyü tapaq. 10, burada da 4 kök hətta 5 vurulsun, 2 kök hətta 5. Deməli, kök hətta 5, kök hətta 5-ə vuranda 5 eləyir. 5-də 2-yə vuranda 10 eləyir. Məxrəzdəki 10-dan ixtisar gedir. Qaldı 4. Deməli, mənim hündürlüyüm 4-dür. Yəni, buranın uzunluğu 4-dür. İndi bu düzbucaqlı üçbucaqdan isə, bax, burada düzbucaqlı üçbucaq yaranır, baxın. DK məsafəsini tapıram. DK burada hipotenuzdur. DK bərabərdir 12-nin kvadratı üstəgəl 4-ün kvadratı. 12-nin kvadratı 144, 4-ün kvadratı 16, 144-ün üstünə 16 gələndə 160, 160-ı da 4 vur 10 kimi yazsaq, daha doğrusu 16 vur 10 kimi yazsaq, 16-dan da 4 çıxır, cavab olur 4 kök hətta 10. Deməli, məsafə 4 kök hətta 10-a bərabər olacaq. Belə, bugünkü güvən imtahanında düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.